oğlu kimin qızını aldı, nə bilim nə. Belə səfih, insanın mənəvi ehtiyaclarına qətiyyən lazım olmayan məlumatların yayılması Azərbaycan insanını kiçildir, biliksiz eləyir. Adamlar Azərbaycan insanının şuurunu zəiflədir, bəzi hallarda şuuru tamamilə söndürür. Ondan sonra digəl bu vətəndaşı şəxsiyyət səviyyəsinə qaldır. Digəl bu vətəndaşı vətəndaş səviyyəsinə qaldır. O bilsin ki, vətən nədir, millət nədir, dövlət nədir? Bu anlayışların fərqində ola bilsin. Və bizim tariximizdə hansı qanlı yaralar açılıbdır, bunları kim açıbdır onu bilsin. Heç olmasa bundan sonra tarixin o tragik formada təkrarlanmasına imkan verməsinlər. Bizim insanlarımız hamısı, xüsusən hamısı, elə qadınlı, kişili, cavanlı, qızlı, hamısı Azərbaycan xalqının tarixini, mədəniyyətini, Azərbaycan xalqının ədəbiyyatını, Azərbaycan xalqının adı ilə, sanı ilə nə varsa hamısını gözəl bilməlidir. Gözəl təbliğ etməyi bacarmalıdır. Biz şuurlu insanlar səviyyəsində hər şeyi dərk etməli və bilməliyik. Yeri gələndə erməni ilə, yeri gələndə rusla bu mövzularda polemikaya girməyi bacarmalıyıq. Onlara başa salmalıyıq ki, siz bura gəlməsiniz, siz bura işğalçı kimi gəlmişsiniz, siz bizim torpaqları yələnibsiniz, mənimsəyirsiniz, indi bizimlə torpaq davası döyürsünüz, bu sizin haqqınız deyil. Belə şeylər var, problemlər var və bu problemlər nə məndən asıldı, nə sizdən asıldı. Niyə? Yaxşı ki, sağ olsunlar, belə bir imkan var, buradan müəyyən fikirləri səsləndirə bilirik. Amma milli televiziyalar var ki, onların işi tamamilə başqa istiqamətə yönəlibdir. Bu istiqamət Azərbaycan xalqına lazım olan istiqamət deyil. Bu biliklər, bu məlumatlar, bu verilən verilişlər, bu bayağı verilişlər Azərbaycan insanının inkişafına, intellektual inkişafına, ondan sonrasında mədəni inkişafına, dünyəvi inkişafına kömək göstərmir. Bunu yəqin çoxları da bilir. Amma yeganə yol odur ki, mən onlardan xahiş edirəm ki, bir gücüm ona çatır ki, o verilişlərə baxmayın, boykot edin, əlinizdədir. Bu verilişlər sizi azdırır, yoldan azdırır, sizi səhv istiqamətə yönləndirir. İmkanınız varsa bu internet televiziyalarına diqqət yetirin, onlara baxın, onlardan bir şey bəlkə öyrənəsiniz. Yoxsa onların tutduğu istiqamətlə getsək, vay bizim halımıza, vay bizim sonumuza. Çox çətin olacaq. Ona görə də mən xahiş edirəm, o cür o bayağı verilişləri boykot edin.